Salam, xoş gördük hər birinizi. Güvən test bankından termodinamikanın əsasları mövzusunun test izahlarına baxırıq. Daxili enerji bir atomlu qazın daxili enerjisi A variantı sual 1. Daxili enerjinin vahidi nədir? Ümumiyyətlə enerjinin və işin vahidi hamısının vahidi jouldur. Düzgün cavab D variantı joul. İkinci sual, deməli daxili enerjini əsas vahidlərlə ifadə etməliyik. Joulun əsas vahidlərlə ifadəsi bildiyimiz kimi joulun açılışı Newton vurulsun metrdir. Newtonu da açsaq kiloqram metr böl saniyə kvadratı vurulsun metr. Bu da bizə verir kiloqram metr kvadratı bölünsün saniyə kvadratı. Düzgün cavab olmalıdır A bəndi. Daha əvvəlki videolarımızda da qeyd etmişdim və bir daha qeyd edirəm ki, hansı vahidi açmaq istəyiriksə, vahidin hər hansı bir düsturundan istifadə edirik əslində. Məsələn, Newtonu açanda mən EMA düsturundan istifadə edirəm. F bərabərdir EMA. Yəni, kütlə vur təcil. Kütlə vurulsun təcil. Bu şəkildə açırıq. Yəni, bir də vahid əzbərləməyə ehtiyac yoxdur. Üçüncü sual. Sualda deyilir, bir atomlu qazın daxili enerjisi hansı ifadə ilə hesablanır? Daxili enerji düsturumuz bildiyimiz kimi 2-də 3 nÜRT-dir. Bu isə Y variantında verilibdir. Joule qanunun riyazi ifadəsi hansıdır? Joule qanunu elə daxili enerjinin düsturudur. Yəni, o bərabərdir 2-də 3. Biz sadəcə nü-nü açmalıyıq. N bölünsün, böyüyün, molyar kütlə. Ona görə düzgün cavab olmalıdır C bəndi. 5-ci, Fahrenheit və Celsius şkalalar arasında hansı münasibət var? Biz görürük ki, bütün variantlarda Fahrenheitdən Celsiyə keçməlidir. Ona görə düsturumuz var idi. Fahrenheit şkalasından Celsiyə keçmək üçün 9-da 5, Fahrenheit minus 32 idi düsturumuz. Belə variant baxırıq hansında var? A variantında. Düzgün cavab A bəndi. 6-cı sual. 3 mRT bölünsün 2U hansı fiziki kəmiyyətin ifadəsidir? Burada 3 mRT bölünsün 2U yazdığı üçün mən onu açaram burada. Yəni yazaram 3 mRT bölünsün 2-ni olduğu kimi saxlayıram. Onun yerinə yazıram 2-də 3 kiçik M bölü böyük M RT. Və bu şəkildə yazsam, indi diqqət eləyək, daha aydın görünsün deyə. Bərabərdir. Deməli, məxrəcdəki böyük M-dir bu, molyar kütlə M-dir. Ona görə M ilə M ixtisar getdi. 2 ilə 2, 3 ilə 3 ixtisar getdi. R ilə də R, T ilə də T, yalnız böyük M qaldı. Deməli, bu molyar kütlənin ifadəsi imiş. Düzgün cavab 6-cı sualda A bəndi. 7-ci sual. Cismin molekullarının xaotik irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsü temperatur orta kinetik enerji ölçüsüdür. Bunu da biz molekulyar kinetik nəzəriyyə bölmələrin izahında da qeyd eləmişdik. Burada da bir daha qeyd edirəm. Düzgün cavab Y variantı. 8-ci sual. Hansı istilik prosesində sabit kütləli ideal qazın daxili enerjisi dəyişmir? Ümumiyyətlə fikir verməliyik ki, daxili enerji dəyişməməsi üçün, yəni delta O nə vaxt sıfıra bərabər olur? Bu izotermik prosesdə mümkündür. T konstant olanda. Ona görə düzgün cavab C variantı. 9-cu sual. Hansı prosesdə sabit kütləli ideal qazın daxili enerjisi dəyişmir? Yenə də izotermik proses götürməliyik. İzotermik istəyir genişlənsin, istəyir sıxılsın, fərqi yoxdur. Proses izotermikdirsə daxili enerji dəyişmir. 10-cu sual. Sabit temperaturda ideal qazın təzyiqi 50% azalarsa, yəni P1 bərabərdir P, P2 bərabərdir 50% azalmaq 2 dəfə azalmaqdır. Daxili enerji necə dəyişər? Diqqət eləyin, sabit temperatur deyir və daxili enerji deyir. İzotermikdirsə təzyiqin necə dəyişməsinin heç bir əhəmiyyəti yoxdur. Daxili enerji dəyişmir. Düzgün cavab A bəndi. 11-ci suala baxırıq. Sabit temperaturda bir atomlu ideal qazın daxili enerjisinin onun kütləsindən asılılığı. İndi baxıram, onun düsturu 2-də 3,
Kiçik m böl böyük m RT'dir. Artıq T konstantdırsa, verilmiş kütləli demir. Deməli, kütlədən asıllıq soruşur. Ona görə o artanda m də artır, yəni düz mütənasib asılıdır. Düzgün cavab A bəndi. 12-ci sual. Hansı qrafik izobar prosesdə verilmiş kütləli ideal qazın daxili enerjisinin onun həcmindən asıllıq qrafikini ifadə edir? Ümumiyyətlə, izobar prosesdə bildiyimiz kimi temperatur artanda həcm artır. Ona görə, yəni istər 2-də 3 nÜRT ilə gedək. İstər biz PV bərabərdir nÜRT düsturuna əsasən O bərabərdir yazaq 2-də 3 PV. Yəni hansından getsək belə daxili enerji V ilə düz mütənasibdir. Düzgün cavab 12-ci sualda B bəndi. 13. Sabit temperaturda bir atomlu ideal qazın daxili enerjisinin maddi miqdarından asıllıq qrafiki verilmişdir. Qazın temperaturunu soruşur. Daxili enerji düsturundan istifadə edək. 2-də 3 nÜRT. Bizdən soruşulan kəmiyyət temperatur olduğu üçün yazıram 2U bölünsün 3 nÜR. O da bərabərdir. 2 vurulsun 72 bölünsün 3 nÜ, yəni 6 vur 8. Erin də yerinə 8 yazıram. 72-ni 8-ə böldüm 9 qaldı. 18-i 6-ya böldüm 3 qaldı. Amma burada kilo olduğu üçün 3000 yazaram. Düzgün cavab D variantı. 14-cü sual. Bir halından 2 halına keçən ideal qaz üçün baxırıq hansı variant düzgün verilibdir. Əvvəlcə biz qrafiki özümüz analiz eləsək, görürəm bu proses izoxor prosesdir və kinetik enerji artdığı üçün temperatur da artır. İndi baxıram, kinetik enerji artır, bəli, artır variantları düzdür. Deməli, C də deyil, D də deyil. Daxili enerji, təbii ki, kinetik enerji artırsa, daxili enerji də artır. Çünki temperatur artır. Ona görə düzgün cavab A variantı 14-cü sualda. 15-ci suala baxırıq. Verilmiş kütləli ideal qazın təzyiqinin həcmdən asıllıq diaqramına əsasən hansı nöqtə daxili enerjinin ən böyük qiymətinə uyğundur? Daxili enerji düsturunu nəzər salsaq 2-də 3 PV idi. Ona görə də biz əgər böyüyü soruşursa hər ikisinin böyük qiymətini axtarmalıyıq. Bu isə 4-cü nöqtədir. Ona görə düzgün cavab D variantı. 16-cı sualda deyilir ki, ideal qaz bir halından 2 halına keçəndə konsentrasiya və daxili enerji necə dəyişir? Konsentrasiya, deməli, konsentrasiya və daxili enerji. İndi gəlin qrafikə baxaq. P və T düz mütənasib asılıdırsa, deməli bu proses izoxor prosesdir. İzoxor proses olduğunu bilən kimi yazmalıyam konsentrasiya konstantdır. Nəyə görə? Çünki konsentrasiyanın düsturu var idi da, N bölünsün V. V sabitdirsə, N də sabitdir. Yaxşı, bəs daxili enerji necə dəyişir? Temperatur azaldığı üçün daxili enerji də azalmalıdır. Ona görə düzgün cavab olmalıdır A variantı. 17-ci sual. On 7-ci suala baxırıq. Sualda deyilir, ideal qazın daxili enerjisi və mütləq temperatur üçün uyğun variantları qeyd etməliyik. BSD vahidi joule olan daxili enerjidir. Müsbət skalyar fiziki kəmiyyət olan mütləq temperaturdur. Çünki burada bizə ideal qazın daxili enerjisini deyir. Bircə dəqiqə. Dəyişmə demir. Daxili enerjinin özünü deyir. Dəyişmə deyəndə o mənfi müsbət qiymətlər ala bilər. Amma ideal qazın daxili enerjisi və mütləq temperatur deyirsə, heç birinin mənfi qiyməti olmur bunların. Ona görə də deməli 2-ni yazmalıyam mən. İkinci variantı yazmalıyam ortaq cəhət. 3-cü. Molekulların xaotik istilik hərəkətinin orta kinetik enerjisinin ölçüsüdür. Bu temperaturdur. 3-ü yazıram. Z-ə. 4-cü istilik tarazılığında olan müxtəlif qazlar üçün eyni bir qiymət. İstilik tarazılığı deyirsə, artıq temperaturlar eyni deməkdir.
Deməli, x-a 1, y-ə 2, z-ə də 3 və 4. Hansıdır belə variant? Y variantı. Düzgün cavab 17-də Y bəndi. 18-ci məsələ. Kinetik enerji və daxili enerji üçün Eyler-Venn diaqramına uyğun variantları qeyd etməliyik. Baxırıq, birinci, BCD vahidi joule. Təbii ki, bu həm enerji, yəni kinetik, həm də daxili enerjiyə aiddir. Ortaq cəhətdir. Skalyar kəmiyyət hər ikisidir. İstilik tarazılığında olan cisimlər üçün eyni qiymətə malik olan bu temperaturdur. Temperatur eynidirsə, deməli kinetik enerji eynidir. Çünki temperatur elə kinetik enerji ölçüsüdür. Ona görə 3-ü x-a yazmaq lazımdır. Dördüncü cismi təşkil edən molekulların hərəkət və qarşılıqlı təsir enerjilərinin cəmi. Yəni kinetik və potensialın, molekulların kinetik və potensialının cəmi bu daxili enerjidir. Deməli 3, 1, 2 və 4. Düzgün cavab 18-ci sualda A variantı. 19-cu sual. 2 mol bir atomlu ideal qazın daxili enerji 240 joule artarsa, onun temperaturu neçə Kelvin artar deyir. Onda yazaq, nü bərabərdir 2, delta U artdığı üçün müsbət 240, temperaturu neçə Kelvin artar? R bərabərdir 8, bizdən delta T-ni soruşur. Yazırıq, delta U bərabərdir 2-də 3, nü R delta T. Buradan delta T-ni tapsaq, 2 delta U bölünsün 3 nü R. 2 delta U, yəni 480 bölünsün 3 nü 6, vur R-in də yerinə yazırıq 8, bu elədi 10. Yəni 10 Kelvin artar temperatur. Düzgün cavab 10 olmalıdır 19-cu sualda. Keçirik 20-ci suala. 20-ci sualda deyilir ki, təzyiqi P bərabərdir 12 kilopascal, yəni 12 vur 10^3. Həcmi V bərabərdir 0,5 kub metr olan bir atomlu ideal qazın daxili enerjisini hesablayın. Onda deməli O bərabərdir 2-də 3, PV düsturuna əsasən 2-də 3 vurulsun 12 vur 10^3 vurulsun, bunu da 2-də 1 yazaq 0,5'i. Onda burada qalır 9 kilojoule. 20-ci sualda düzgün cavab 9. 21-ci suala baxırıq. 21-ci sualda deyilir, nü bərabərdir 2 mol bir atomlu ideal qazın temperaturu 5 dərəcə dəyişirsə, qeyd eləyək ki, Selsidə də, Kelvində də baxın dəyişmə eynidir və 5-dir burada. Daxili enerjisi neçə joule dəyişər? Onda yazıram, delta O bərabərdir 2-də 3 nü R delta T bərabərdir 2-də 3. Nü-nün yerinə 2, R-in yerinə 8, delta T-nin yerinə də 5. İndi bu nə elədi? Deməli, daxil enerjisi necə joule dəyişər? 8-i 5-ə vurdum 40, 40-ı 3-ə vurdum 120 joule dəyişər. Düzgün cavab 120, 21-ci sualda. 22-ci sual. 22-ci sualda deyilir, boş xanalara müvafiq fiziki kəmiyyətlərin işarələrini yazın. A bərabərdir A' plus, burada olmalıdır delta U. Deməli, dairənin içərisində olmalıdır delta U. 2-də 3 nü RT olduğu üçün kvadratda da olmalıdır nü. Bu şəkildə. A variantı testləri bitdi. Keçirik B variantı, birinci sual. Sualda deyilir, Pascal bölünsün, watt vur saniyə hansı fiziki kəmiyyətin vahididir? Watt vurulsun saniyə bildiyimiz kimi joule-dur. Yəni bu Pascal bölünsün joule bərabərdir. Pascalı açıram, Newton böl metrin kvadratı. Joule-u da açıram, Newton vur metr. Onda burada 1 bölünsün metrin kubu qalır. Yəni bu konsentrasiyanın vahididir. Düzgün cavab B bəndi.
İkinci sual, bir atomlu ideal qazın həcmi 4 litr, daxil enerjisi 600 jouldur. Qazın təzyiqini hesablayın. Yazıram. Daxili enerji U bərabərdir 2-də 3 PV. Buradan P'ni tapsam 2U bölünsün 3V. 2 vurulsun 600 bölünsün 3V. 3 vur 4 12 vur 10 üstü mənfi 3. Yəni düzgün cavab olmalıdır. 10 üstü 3 qalxır yuxarı 10 üstü 5. 10 üstü 5 yəni 100 kilopascal düzgün cavab A bəndi. Üçüncü suala baxırıq. Sualda deyilir 2 mol bir atomlu ideal qazın yazıram. Nö bərabərdir 2 mol. Deməli, həcmi 5 dəfə artmışdır. V1 bərabərdir V, V2 bərabərdir 5V. 5 dəfə artmışdır. Qazın başlanğıc temperaturu T1. 27 dərəcə Selsi 300 Kelvindir. Çünki 273-ün üzərinə 27 gəldik. 300 Kelvindir. Bizə deyir ki, genişlənəndən sonra onun daxil enerjisini hesablayın. R də bərabərdir 8. Mən baxıram ki, əgər izobar prosesdirsə və həcm 5 dəfə artırsa, temperatur da 5 dəfə artmalıdır və 1500 Kelvin olmalıdır. T1 və T2-dən delta T-ni taparam. Delta T bərabərdir 1200 Kelvin. İndi artıq daxil enerji dəyişməsini, delta O-nu tapa bilərik. Amma bizdən genişlənmədən sonra daxil enerji deyir. Deməli, bizə dəyişmə yox, sonraki temperatur lazımdır əslində. Yəni, yazıram, O bərabərdir 2-də 3 nü RT. 2-də 3 vurulsun 2 vurulsun 8 vurulsun 1500. 2 ilə 2 ixtisar getdi. 1500-ü 8-ə vurdum. 8 dəfə 5, 40, 0, 4 yadda 12, o da vurulsun 3. Yəni 36 kilojoule düzgün cavab D variantı. Dördüncü sualda deyilir ki, 0 dərəcə temperaturlu eyni kütləyə malik buz, su və su buxarının daxili enerjiləri arasında hansı münasibət var? Daxili enerji təkcə kinetik enerji ölçüsü deyil, həm də molekulların potensial enerji, yəni qarşılıqlı təsir enerjisi ölçüsüdür. Ona görə daxili enerjinin eyni temperaturda kinetik enerjiləri eyni olsa belə, buxarda potensial enerji daha böyük olduğu üçün, buzda kiçik olduğu üçün, ona görə düzgün cavab olmalıdır D variantı. Yəni, buxarın daxili enerjisi ən böyükdür, buzun daxili enerjisi ən kiçikdir. Qablarda olan suyun daxili enerjilər arasında hansı münasibət var deyilir. Burada yenə də biz bunları eyni temperatura gətirsək, 30 dərəcə Selsini də 273 plus 30 yazsam, alaram 3, 0, 1 yadda 303. Deməli, 8 litrlik qabdakı su elə 303 Kelvin imiş. Ona görə ən böyük temperatur 3-cü qabda olduğu üçün ən böyük daxili enerji 3-cü qabdadır. Ancaq 1 və 2-ci qabların temperaturları eyni olduğu üçün indi biz onların həcmlərini müqayisə etməliyik. Həcmi böyük olanın daxili enerjisi də böyük olur. Ona görə daha sonra O2-dir, ən kiçiyi O1-dir. Deməli, düzgün cavab olmalıdır D variantı. 5-ci. PT qrafikində aşağıdakı mülahizələrdən hansılar doğrudur deyir. Qazın daxili enerjisi birincidə deyilir ki, artar. Bu səhvdir, çünki temperatur sabitdir. Təzyiq artanda həcm azaldığı üçün daxili enerji dəyişmir. Həcm dəyişmir. Bu ifadə səhvdir, həcm azalır. Qaz molekullarının konsentrasiyası artır, bəli. V azaldığı üçün konsentrasiya artır. Yalnız 3, düzgün cavab Y variantı. 7-ci suala baxırıq. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçən zaman təzyiq və daxili enerjisi necə dəyişər? Bir halından 2 halına keçəndə mən görürəm ki, V və T
bir-biri ilə düz asılıdırsa, bu artıq izobar prosesdir. Ona görə də təzyiq dəyişməz, daxili enerji isə T azaldığı üçün azalar. P dəyişməz, daxili enerji azalar. Düzgün cavab Y variantı. 8-ci sual. Yenə bizdən verilmiş qrafikə əsasən təzyiq və daxili enerjini soruşur. Proses izoxor proses və izoxor qızma olduğu üçün təzyiq artmalıdır. Və temperatur artdığı üçün daxili enerji də artmalıdır. Hər ikisi artar. Y variantı. 9-cu sual. Bir halından iki halına keçəndə daxili enerji deyir ki, necə dəyişər? Deməli, birinci halda, deyək ki, ümumiyyətlə, daxili enerji O bərabər daxil 2-də 3 PV-dir. Mən birinci haldakı PV hasilinə baxsam, P1, V1 hasili 8-dir. İkinci haldakı P2, V2 hasili isə deməli 2-dir. Yəni, necə dəyişdi? 1-dən 2-yə keçəndə 4 dəfə azaldı. Düzgün cavab Y variantı. 10-cu sualda sabit həcmdə deyir. Qaz bir halından iki halına keçəndə. Deməli, artıq həcm də sabitdir. Bizdən soruşur ki, daxili enerjisi və orta kvadratik sürət necə dəyişər? Burada artıq həm həcm sabitdir, həm temperatur sabitdir. Ona görə də burada deməli ideal qazın kütləsi də dəyişdiyi üçün həm də delta O, yəni O bərabərdir PV 2-də 3 PV-yə görə, baxın, V sabitdir. P artırsa, daxili enerji artmalıdır. Daxili enerji təzyiq neçə dəfə artırsa o qədər artır, 2 dəfə artır. Amma orta kvadratik sürət, orta kinetik enerji kimi temperaturdan asılıdır. T dəyişmirsə, o da dəyişməz. 2 dəfə artar, dəyişməz. Düzgün cavab 10-cu sualda C bəndi. 11. Hansı hallarda sistemin daxili enerjisi artır? Gəlin baxaq. Sistemə istilik miqdarı verdikdə, bəli, temperaturu artır, daxili enerji də artır. Sistemdən istilik miqdarı ayrıldıqda, bunda azalır. Sistem üzərində mexanik iş görüldükdə, bəli, bunda da artır. Sistem özü mexanik iş gördükdə azalır daxili enerji. Bizdən artan halları soruşduğu üçün 1 və 3 düzgün cavab A variantı. 12-ci suala baxırıq. Sualda deyilir, verilmiş qrafikə əsasən hansılar sabit qalar? Baxırıq ki, kinetik enerji sabitdirsə, deməli bu prosesdə qazın temperaturu sabitdir. 2 sabitdir. Sonra qazın həcmi deyir birincidə. Qazın həcmi P artırsa, V azalmalıdır. Sabit qalmır. Qazın sıxlığı V azalırsa, Rho artmalıdır. Bu da sabit qalmır. Deməli, yalnız 2. Düzgün cavab C variantı. 13-cü suala baxırıq. Deməli, ideal qazın daxili enerjisinin konsentrasiyadan asılı qrafikində verilmiş kütləli ideal qazın halının dəyişməsi göstərilmişdir. Aşağıdakı mülahizələrdən hansılar doğrudur? Qazın təzyiqi artar. Deməli, daxili enerji sabitdir, konsentrasiya artırsa, bu o deməkdir ki, həcm azalır. Həcm azalırsa və o konstantdırsa, deməli, bu izotermik prosesdir. İzotermik prosesdə artıq V azalanda təzyiq artır, P artır. Birinci doğrudur. Qazın həcmi deyir dəyişmir, bu səhvdir. Üçüncüdə qaz atomlarının orta kvadratik sürəti dəyişmir. T konstant olanda ya kinetik enerji dəyişmir, ya da orta kvadratik sürət dəyişmir. Ona görə düzgün cavab 1 və 3 A variantı. 14. Verilmiş kütləli ideal qaz üzərində aparılan proses zamanı kəmiyyətlərdən hansılar sabit qalar? İndi yenə biz sabit kəmiyyətləri müəyyən etməliyik. Gəlin baxaq. V konstantdırsa, deməli, daxili enerji dəyişmir. Çünki burada temperatur sabitdir. T konstant olanda və P və V bir-biri ilə tərs asılı olanda bunu hardan bilirik? Çünki izotermik prosesdə konsentrasiya dəyişir. Ona görə konsentrasiya artırsa V azalır. V azalırsa P artır. Ona görə də həcm azaldığı üçün sabit qalmır, təzyiq artdığı üçün sabit qalmır.
Düzgün cavab 14 A bəndi. 15. Onun V-dən asılılıq qrafikinə əsasən P-nin N-dən asılılıq qrafikini qurmalıyıq. İndi burada baxırıq. Deməli, O konstantdırsa, bu izotermik prosesdir. T konstantdır. Baxıram, V artır. V artırsa, konsentrasiya azalmalıdır. V artırsa, təzyiq də azalmalıdır. Məndən də P-nin N-dən asılılıq qrafikini soruşduğu üçün hər ikisi düz mütənasib azalmalıdır. Düzgün cavab B bəndi. 16-cı sual. Euler-Venn diaqramıdır. Baxaq. Sualda deyilir daxili enerji və tam mexaniki enerji. Baxırıq. BC-də vahidi joule. Enerjidirsə hamısı jouledur. Bir ortaq cəhətdir. Skalyar fiziki kəmiyyət. Hər ikisi skalyardır. Burada vektorial yoxdur. Üçüncüdə cismin potensial və kinetik enerjilərinin cəminə. Cismin dediyi üçün bu tam mexanik enerjidir. Amma cismi təşkil edən molekulların dediyi üçün bu daxili enerjidir. Düzgün cavab deməli qısa 4, 1, 2, 3. C variantı 16-cı sualda. 17-ci sual. X, Y, Z-ə uyğun ifadələri gəlin müəyyən edək. Mexaniki iş görmə və istilik vermə Y-ə olmalıdır, istilik vermə. İstilik vermə. Bu daxili enerjinin dəyişmə üsullarıdır. Bura olmalıdır. Daxili enerjinin dəyişmə üsulları. Konveksiya, şüalanma və istilik keçirmə olmalıdır. Burada isə istilik keçirmə. İstilik keçirmə olanlara baxaq. Budur, B və C-dədir. Daxili enerjinin dəyişmə üsulları istilik vermə və istilik keçirmə. Bu isə düzgün cavab olmalıdır B variantı. 18-ci sualda deyilir ki, hansı ifadələr doğrudur? Sabit həcmdə. Artıq burada həm V sabitdir, həm T sabitdir. Bir halından iki halına keçdikdə, indi baxırıq. Qazın daxili enerjisi artır. Bu düzdür. Nəyə görə? Çünki V sabitdir. P artırsa, artıq 2-də 3 PV-yə görə O da artır. Bir düzdür. Deməli, 2 səhvdir. Molekulların konsentrasiyası artır. Artıq burada P bərabərdir. N, K, T düsturuna görə. T də sabit olduğu üçün, yəni izoproses deyil. Ona görə də mən baxıram ki, qaz atomlarının sayı dəyişdiyi üçün N, yəni baxın, kiçik n bərabərdir, böyük n böl V-də. Baxmayaraq ki, V sabitdir, amma say artdığı üçün, n artdığı üçün konsentrasiya da artır. P bərabərdir NKT düsturunda isə P artdığı üçün digər iki konsentrasiya artır. Düzgün cavab 3. Qaz molekulların konsentrasiyası dəyişmir, səhvdir. Orta kvadratik sürət artır, xeyr, bu dəyişmir. Çünki temperatur sabitdir. Orta kvadratik sürəti dəyişmir, bəli, bu düzdür. Düzgün cavab 1, 3 və 6. 19-cu sualda bizə maddə miqdarını artan sıra ilə düzün deyir. Deməli, O bərabərdir 2-də 3 nü RT olduğu üçün maddə miqdarı 2O bölünsün RT. Yəni, mən baxıram ki, T ilə tərs, O ilə düz asılıdır. Artan sıra deyirsə, birinci nünün ən kiçiyini axtarıram. Fikirləşirəm ki, nü kiçik olması üçün T böyük, yəni 3, O kiçik, yəni 3. Ən kiçik 3'dür. Sonra ən böyüyün, nünün ən böyüyünü axtarıramsa, onda T'nin ən kiçiyini, onun ən böyüyünü, bu isə 2'dir. Ona görə 1 orta, 2 də ən böyüyü. 3, 1, 2 olmalıdır düzgün cavab. Baxırıq C variantı birinci suala. Verilmiş kütləli ideal qaz üzərində gedən proseslərin hansında qazın daxili enerjisi azalır? Deməli, biz bir baxırıq. Əvvəlcə 1-2-yə baxıram. 1-2 hansı prosesdir? İzobar, sıxılma. V azalırsa, burada 1-2-də T də azalır. T azaldığı üçün daxili enerji azalır. Deməli, axtardığım cavabların biri elə 1-2-dir. 1-3-ə baxıram. V konstant P artırsa, deməli, burada daxili enerji artır. Deməli, 1-3 deyil.
1,4-də P konstantdır. Bu dəfə də V artır. Ona görə də daxili enerji də artır. Azalmır. 1,4-də deyil. 1,5-ə baxsaq, izoterm əyrisidir. İzotermdə T konstant. Daxili enerji ümumiyyətlə dəyişmir. Ona görə 1,5-də deyil. 1,6 adiobatdır və adiobat genişlənmədir. Artıq adiobat genişlənmə deyilirsə, xariclə istilik əlaqəsi yoxdur. İstilik əlaqəsi yoxdur. Yəni sıfırdır. Bircə dəqiqə. Bunu belə yox. Elə belə yazmalıyam. Q bərabərdir sıfırdır. Onda genişlənəndə qazın daxili enerjisi azalır. Çünki qaz genişlənəndə qaz müsbət iş görür, xarici qüvvələr mənfi iş görür. Ona görə də delta O mənfi A iştirik, yəni azalır. Ona görə də 1,6-da da azalır. Bizdən də elə azalanı soruşduğu üçün 1,2 və 1,6. Düzgün cavab C variantı. İkinci sual. Sualda deyilir, verilmiş proseslər, göstərilən proseslərdə verilmiş kütləli ideal qazın daxili enerjilər arasında hansı münasibət var? Baxırıq ki, 1,3 xətti və 2,4 xətti hər biri öz-özlüyündə izotermik proses olduğu üçün O1 O3-ə bərabərdir. O2 də O4-ə bərabərdir. İndi bir məsələ qalır. Biz 1-2 ilə ya da 3-4 nöqtələrini bir-birindən müqayisə eləməliyik. Onda biz diqqət eləsək, yəni hər hansı bir kəmiyyətin, məsələn, P-nin sabit qiymətinə baxıram. P-nin sabit qiymətində V ən böyük hansı qrafikin üzərinə düşür? 2,4-ə. Deməli, 2,4 daha böyükdür. 1,3-ə bərabərdir, 2,4-ə bərabərdir, 2,4 böyükdür. Düzgün cavab olmalıdır D variantı. Üçüncü sualda UV qrafikinə əsasən biz P-nin Y kinetikdən asıllığını qurmalıyıq. Qrafikə baxan kimi onu qeyd eləməliyik ki, daxili enerji sabitdirsə, kinetik enerji sabitdir, dəyişmir. Belə qrafik onsuz da bir dənə A variantında var və V həqiqətən artdığı üçün P də azalır, yəni A variantı. Dördüncü sual. Verilmiş qrafikə əsasən bizdən kinetik enerjiləri, orta kinetik enerjilər arasında münasibəti soruşur. Baxan kimi görürük ki, 1-2 hiperbola əyrisidir. Bu deməkdir ki, burada T konstantdır. T konstantdırsa Y1, Y2-yə bərabərdir. Ancaq 3 nöqtəsini müqayisə etsək, mən baxıram ki, 3 nöqtəsi V-nin azalmağı, yəni izobar prosesdə V azalırsa, 3-ə keçəndə deməli T də azalır. T azalanda Y kinetik də azalır. Ona görə də Y3 kiçikdir. Y1 Y2-dən bərabərdir və böyükdür Y3-dən. Düzgün cavab D variantı. 5-ci sual. Uyğunluğu müəyyən etməliyik. Biz bir variantı uyğun yerlərə qoyaq. Maye sezium qızır. Seziumun daxili enerjisinin temperaturdan asılı qrafikidir. Birincisi, bilməliyik ki, burada bu qrafik bərk bir maddə əvvəlcə qızır, sonra əriyir, sonra artıq maye halına keçibdir. Yəni, sezium bərk halda. İndi bizdən maye sezium qızırdıysa, bu CD-dir. Çünki artıq ərimə prosesi bitibdir. Ona görə A-nı CD-yə qoyuram. B variantında maddə yalnız bərk haldadır. Bu AB hissəsidir ki, hələ bərk maddə qızır. B-ni 1-ə qoyuram. C variantı maddə yalnız maye halındadır. Maye yalnız BC-ni götürə bilmərik. Çünki ərimə prosesində həm bərk var, həm maye var. Hələ ki temperatur sabit qalırsa, deməli hələ proses tamamlanmayıb, ərimə prosesi. Proses C nöqtəsində tamamlanıb. Deməli CD-nin hamısı maye halındadır. C-ni qoyuram 3-ə. Molekulların D variantı, molekulların orta kinetik enerji dəyişmir. Bu temperatur dəyişməyəndə mümkündür. Yəni BC hissəsində. Bərk hissənin kütləsi azalır, mayenin kütləsi artır. Təbii ki, bu ərimə prosesidir və BC hissəsidir. Düzgün cavab B, D, Y və A, C olmalıdır. 6-cı sual. Uyğunluğu müəyyən etməliyik. Yenə indi -20 temperaturlu buz, qızır və 20 dərəcə Selsi temperaturlu su əmələ gəlir. Su qızır. Artıq su qızırsa, deməli bu CD hissəsidir. Yəni ərimə prosesini bitiribdir. CD.
Maddə yalnız bərk haldadır. Bu 0 dərəcəyə qədər olan hissədir. Çünki 0 dərəcədə artıq həm maye var, həm buz var. Ona görə bərk halda olanı gətirib qoyuram B variantına A-ya. Yəni 1-ə. Maddə yalnız maye halındadır. Bu da CD-dir. C variantı. Bayaq qeyd elədik. Buzun kütləsi azalır, mayenin kütləsi, suyun kütləsi artır. Baxın, bu BC-dir. Ərimə prosesidir bu. Ona görə də D-ni qoyuram BC-yə. Molekulların orta kinetik enerjisi dəyişmir. Bu da BC-dədir. Çünki temperatur dəyişmir. Ona görə düzgün cavab B, D-Y və AC olmalıdır. Növbəti bölməmizə başlayırıq. İstilik vermənin növləri, istilik miqdarı, yanacağın yanma istiliyi, A variantı, birinci sual. Joule bölünsün Kelvin hansı fiziki kəmiyyətin vahididir? Joule istilik miqdarı, Kelvin isə temperaturdur, böyükdür. Bu istilik tutumunun ifadəsidir. Xüsusi istilik tutumu yox, istilik tutumu, yəni Y variantı. İkinci sual, iş görmədən enerjinin bir cisimdən digərinə verilmə prosesi bu istilik ötürmə, istilik vermə adlanır. Yəni A variantı. Üçüncü, zərrəciklərin istilik hərəkəti nəticəsində enerjinin cismin çox qızmış hissəsindən az qızmış hissəsinə köçürülmə prosesi bu istilik keçirmə adlanır və qeyd eləyək ki, bu bərk cisimlərə aid istilik vermə növüdür. Dördüncü sual, enerjinin qaz və ya maye axını vasitəsilə bu konveksiyadır, A variantı. Beşinci sual, verilmiş maddələrdən hansı ən yaxşı istilik keçirmə qabiliyyətinə malikdir? İstilik keçirmə qabiliyyəti ən yaxşı metallardadır, B variantı. 6-cı sual, kütləsi 1 kiloqram olan maddənin temperaturunu 1 Kelvin dəyişmək üçün nə qədər istilik miqdarı lazım olduğunu göstərən kəmiyyət, baxın, bu Q bölünsün M delta T kəmiyyətidir. Bu isə kiçik C, yəni xüsusi istilik tutumudur. Düzgün cavab B bəndi. Onu da qeyd eləyək ki, xüsusi dediyimiz kəmiyyətlərin içində mütləq 1 kiloqram kütlə üçün nəzərdə tutulur və kəsrin məxrəcində kütlə olmalıdır, M olmalıdır. 7-ci sual, maddənin xüsusi istilik tutumunu təyin etmək üçün istifadə olunur. Maddənin xüsusi istilik tutumunu kalorimetrdən istifadə edirlər. Bu variant D bəndində verilibdir. Düzgün cavab D bəndi. 8-ci sual. İstilik vermə prosesində cismin aldığı və ya verdiyi enerji necə adlanır? İstilik miqdarı adlanır, D variantı. 9-cu sual, istilik tarazılığında olan müxtəlif cisimlərin hansı fiziki parametri mütləq eyni olur? İstilik tarazılığı sözü dediyi üçün mütləq temperaturları eyni olmalıdır, A variantı. 10-cu sual, buzun ərimə temperaturu. Buzun ərimə temperaturu 0 dərəcə Selsidir, amma bizə Kelvindən verdiyi üçün 273 Kelvin, A variantı. 11-ci sual, hansı prosesdə enerji ayrılır? Buz əriyəndə bu zaman enerji udulur. Benzin yananda ayrılır. Su donanda bu zamanda ayrılır. Bizdən də ayrılanı soruşur. Su buxarlananda udulur. Yəni 2 və 3 düzgün cavab Y variantı. 12-ci sual. Hansı ifadələr doğrudur? İstilik tarazılığı halında olan müxtəlif cisimlərin doğru variantları seçməliyik. Daxili enerjiləri eynidir. Xeyr, daxili enerjini yalnız istilik tarazılığı üçün demək olmaz. Burada kütlə, deməli, molyar kütlə faktorları da var. Ona görə də bunu mütləq demək olmaz. İkinci, temperaturları eynidir. Bəli, bu düzdür. Temperatur eynidir. Orta kinetik enerji bu da eynidir. Çünki orta kinetik enerji bildiyimiz kimi 2-də 3 kT'dir. 13-cü sual. Aşağıdakı fiziki kəmiyyətlərin hansının BC-də vahidi Joule bölünsün kiloqramdır. Yəni Q böl M ilə təyin olunan xüsusi istilik tutumu deyil. Xüsusi yanma istiliyi. Bəli, bax bu kiçik Q bərabərdir Q böl M-dir. Yanma istiliyi, bu böyük Q-dür. Kiçik Q vur M-dir. Yəni yalnız 2. A variantı. 14. Hansı ifadələr doğrudur? Qaynar suya soyuq daş parçasını saldıqda istilik tarazılığı yaranan ana qədər daşın temperaturu artır.
Daş soyuq daş olduğu üçün, qaynar suya da salındığı üçün, bəli, tarazlıq yalana qədər daşın temperaturu artır. Bu düzdür. Daşın temperaturu dəyişmir, səhvdir. Daş molekullar arasında məsafə artır. Təbii ki, temperatur artırsa, məsafə də artır. 3 düzdür. Məsafə azalır, səhvdir. Dəyişməz, səhvdir. 1-3 A variantı. 15-ci sual. Poladdan hazırlanmış cismə 600 kilojol istilik miqdarı verdikdə 6 vur 10^5. Onun temperaturu delta T 30 dərəcə Selsi artmışdır. Baxın, bunu Kelvində də 30 yazırıq. Bunu daha əvvəldə qeyd elədim. Selsi və Kelvin üçün temperatur dəyişmələri eynidir. Bunu unutmayaq. Bu cismin kütləsini hesablayın. M bərabərdir. Q bölünsün. S delta T düsturundan yerinə qoysaq 6 vur 10^5 bölünsün. 500'ü belə yazıram. Deməli 5 vur 10^2. Delta T də 30. 3. Bunu da 10^3 eləyək onda. Deməli 6'nı 5'ə böldüm 2. 40 kilogram. Düzgün cavab B variantı. 16. Kütləsi 0,5 kilogram olan misi 20 dərəcə Selsi temperaturdan 100 dərəcəyə qədər. Deməli, bunun delta T'si 80'dir. Qızdırmaq üçün sərf olunan istilik miqdarı. İstilik miqdarı Cm delta T ilə təyin olunur. Bərabərdir. 4 vur 10^2 C'nin yerinə yazdım. M'in yerinə 2'də 1. Delta T'nin yerinə 80. Bərabərdir. 4'ü 2'ye böldüm 2. 16 vur 10^3 yəni 16 kilojol. Düzgün cavab C bəndi. 17. İstilik tutumu yəni böyük C 160 jol bölü Kelvin olan daşın kütləsini hesablayın. M bərabərdir. Baxın, böyük C bərabərdir. Kiçik C vur M düsturundan. Mən M'i tapsam, böyük C böl kiçik C yəni 160 bölünsün 800. Bu da eləyir 0,2. Yəni A variantı. 18. Kütləsi 1 kilogram olan mayenin temperaturunu 2 dərəcə Selsi artırmaq üçün. Deməli, kütlə 1 kilogramdır. Delta T 2'dir. Nə qədər istilik miqdarı? Q-nü soruşur. Cm delta T bərabərdir. 4,5 kilojolu 45 vur 10^2 yazaq. M1 delta T'də 2. Bu elədir 90 vur 10^2 yəni 9 vur 10^3 9 kilojol. Düzgün cavab B variantı. 19. 10 dərəcə Selsi temperaturlu 2 kilogram kütləli sinki 50 dərəcəyə qədər, deməli 10'dan 50'yə qızdırıramsa, artıq bunun delta T'si 40'dır. Kütləsi 2 kilogramdır. Lazım olan istilik miqdarını soruşur. Yəni yenə Q bərabərdir. Cm delta T'dən verilən kəmiyyətləri yerinə qoyuram. 4 vur 10^2 vurulsun 2 vurulsun 40. 16, 32 vur 10^3 yəni 32 kilojol. Düzgün cavab C variantı. 20-ci sual. Maddənin xüsusi istilik tutumunun ona verilən istilik miqdarından asılı qrafiki hansıdır? Xüsusi istilik tutumu verilmiş maddə üçün sabit kəmiyyətdir və ya kütlədən, ya istilik miqdarından asılı deyil. Düzgün cavab Y variantı. 21-ci sual. Verilmiş kütləli ideal qaz üçün qaynamaqda olan mayenin temperaturunun zamandan asılı qrafiki hansıdır? Əgər qaynamaqda olan mayenin ideal qaz üçün qaynamaqda olan mayenin temperaturunun əgər maye qaynayırsa, artıq bu zaman onun temperaturu və orta kinetik enerjisi dəyişmir və potensial enerji artır. Buna görə daxili enerjisi artır. Amma bizdən yalnız temperatur soruşduğu üçün dəyişməz. Yəni A variantı. 22.
Qrafiklərdən hansı verilmiş maddədən hazırlanan, yəni kiçik c konstant. İstilik miqdarının temperaturdan asılılığı. M də konstant olduğu üçün Cm delta T düsturunda gördüyümüz kimi delta T ilə Q düz mütənasibdir. Yəni A variantı. 23. Cismin temperatur dəyişməsinin ona verilən istilik tutumundan asılı qrafiki hansıdır? İndi Q bərabərdir Cm delta T ifadəsindən biz delta T'ni tapsaq. Q bölünsün Cm. Gördüyümüz kimi C ilə delta T tərs asılıdır. Yəni Y variantı. 24-cü suala baxaq. 24-cü sual Euler-Venn diaqramıdır. Konveksiya və şüalanma üçün oxşar və fərqli cəhətləri qeyd etməliyik. Deməli, istilik verməyə aiddir. Bu, hər ikisi istilik vermənin növləridir, digər növü də istilik keçirməyidir. Ortaq cəhətdir. Maddə daşınması baş verir, bu konveksiyadadır. Çünki maye və qaz axını ilə ötürülür. Enerji şüalar vasitəsilə ötürülür, bu şüalanmadır. Enerji maye və ya qaz axını ilə ötürülür, bayaq qeyd elədik, konveksiyadır. Enerjinin ötürülməsi vakuumda da baş verə bilər, bu şüalanmadır. Düzgün cavab B variantı. 25-ci sualda Euler-Venn diaqramıdır. İstilik tutumu və xüsusi istilik tutumu. İstilik tutumu böyük C idi, xüsusi istilik tutumu kiçik C idi. BC-də vahidi Joule bölü Kelvin olan bu istilik tutumudur. Qeyd eləyək ki, böyük C nəyə bərabər idi? Böyük C yazıram Q böl delta T idi. Böyük C. Kiçik C isə Q bölünsün M delta T idi. Ona görə ikinci variant uyğun gəlir Z-ə. Maddənin növündən asılıdır. Baxın, bu xüsusiyyət maddənin növündən asılı olmağı hər ikisinə aiddir. Ona görə bunu ortaq cəhət yazmalıyıq. Maddənin kütləsindən asılı olan istilik tutumudur. Kütlədən asılı olmayan xüsusi istilik tutumudur. Deməli 4, 1, 4, 3, 2, 5 B variantı. 25-də B variantı. 26. Kütləsi M bərabərdir 5 kiloqram. Misi 20-dən 100-ə qədər qızdırmaq, yəni temperaturunu mən 80 dərəcə dəyişirəm. Lazım olan istilik miqdarı yenə Cm delta T. C-nin yerinə 4 vur 2, M-in yerinə 5 vur 80. Deməli, bu bizə verir 160 kilojoule. Düzgün cavab 160.